Əziz izləyicilər, mən sizə bugün dəri ksirozu haqqında danışmaq istəyirəm. Dəri ksirozu nədir? Bu, dərinin quruluğu ilə gedən bir prosesdir. Əsasən daha çox soyuq aylarda, payızdan başlayaraq pasientlər daha çox bununla müraciət edir. Özəlliklə daha çox şikayət edirlər əllərin dərisinin qurumağından. İsti sudan istifadə etmək əlləri yuyurkən. Daha böyük səbəb buradan başlayır. Doğrudur, avitaminoz səbəbli də ola bilər dəri ksirozu. Özəlliklə mədə-bağırsaq sistemində, həzm sistemində funksiya pozularsa, normal olmadıqda bu halda da avitaminoz ola bilər. Müəyyən qrup insanlar var, sual verirəm, meyvə yeyirsiniz, göy-göyərti söyləyirlər, sevmirik, yemirik. Yəni bunlar da nüansdır. Həmçinin də su az içən insanlarda dəriləri quruyur və dəri ksirozu inkişaf etmiş olur. Bu halda həm üz dərisi, bədən dərisi, ümumi dəri örtüyündə quruluqlar müşahidə edilir. Danışmaq istəyirəm, dediyim kimi bu su ilə bağlı. Soyuq havalarda təbii ki, soyuq su ilə əllərimizi yuyanda xoşumuza gəlmir, üşüyürük və soyuq havadan evə dönən insanlar qapalı məkana ilk öncədə əllərini yuyurkən çox isti su olaraq xoş olur və deyərdim ki, 3-5 gün isti su ilə əlimizi yusaq, tamam dəri quruyur. İlk öncə biraz qızartılar olur, tam quruyur, hələ hərəkət məhdudluğu olur və uzun müddət belə istifadə etdikdə, davam etdikdə dəridə mikroçatlar olur, hətta qanayan ağrılı çatlar ola bilir və dəridə yüngül qabıqlamaları müşahidə edirik. Buna görə mən hər zaman pasientlərə tövsiyə edirəm, əlinizi çox isti su ilə yumayın. Soyuq su da təbii ki, qış aylarında eyni effekti verir. Ona görə də yüngül, ilıq sudan istifadə etməyinizi tövsiyə edirəm və aşırı dərəcədə mütəmadi gün ərzində 8, 10, 15 dəfə əllərinizi yumaq, özəlliklə sabunlamaq, yumaq olmaz. Çünki sabunun özü də yuyucu vasitələr daha dərini qurudur və isti suda eyni zamanda. Mən gigiyenaya diqqət yetirməyə hər zaman bütün xəstəliklərdə, bütün hallarda tövsiyə edirəm, amma dəriyə zərər vurmadan. Ona görə də dediyim kimi əllərinizi yuduğunuz su çox isti olmasın, çox soyuq da olmasın və aşırı dərəcədə sabunlamağa ehtiyac yoxdur. Müəyyən qrup insanlar var ki, hətta deyir ki, bir adamla salamlaşdım, bir qapıdan tutdum, açdım, bağladım, otağımda, hətta iş otağımda qapının dəstəyinə əlimi toxundurdumsa gəlib spirtləyirəm. Bu kimi spirtlər, dezinfektor, aseptik məhlulların özü də dərinin yağlılığını məhv edir. Dediyim kimi, bütün dəri örtüyümüzdə ovuc və ayaq altından başqa bütün dəri örtüyümüzdə pi vəzləri var. Hansı ki, daima az-az dəri səthinə xaric olur və dərimizin yağlayaraq elastikliyini təmin edir, yumşaqlığını təmin edir. Biz aşırı dərəcədə isti su ilə, sabunla, bu kimi dezinfeksiya edici məhlullardan istifadə edərək dərinin təbii yağlanmasını yox edirik və nəticə etibarilə dəri tam müdafiəsiz qalır və quruluq da elə buradan başlayır. Tövsiyəm odur ki, əgər əlimiz ciddi çirklənməyibsə, hər dəqiqədə onu sabunlamağa ehtiyac yoxdur. Qış aylarında nəmləndirici kremlərdən, yumşaldıcı kremlərdən istifadə edəsiniz. Mütəmadi polivitaminlər istifadə edə bilərsiniz. Hətta həkim tövsiyəsi olmadan da polivitaminləri qış aylarında payızdan başlayaraq 2-3 ay aralığı ilə istifadə edə bilərsiniz. Bu halda dərinizin elastikliyi qorunacaq, təravətli olacaq, yəni heç bir problem yaşamayacaqsınız. Hər zaman gözəl qalın, sağlam olun.